Milli Məclisin sədri Sahibə Qafarova ümumilli lider Heydər Əliyevin 100 illik münasibəti ilə ölkəmizdə səfərdə olan bir neçə ölkənin parlament nümayəndə heyətini qəbul edib. Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Kuşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Qazaxıstan arasındakı yüksək səviyyəli münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və münasibətlər bugün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir. Milli Məclisin xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin ilə görüşdə də bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdı. Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nassive Mapisa Ngakula ilə görüşdə ölkəmizin parlamentlərarası əməkdaşlığının genişləndirilməsi barədə danışılıb. Bu sahədə informasiya və təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin, parlament dostluq qrupları çərçivəsində görüşlərin vacibliyi qeyd olunub. Slovakiya Milli Şurasının sədri Boris Kollarla görüşdə Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçilik qarşısında misilsiz xidmətləri barədə danışıb. Görüşdə həmçinin Azərbaycanın enerji siyasəti, ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol vurğulanıb. Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski və Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşdə dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsinin Belarusda da böyük ehtiramla yad edildiyi bildirilib. Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejaki ilə görüşdə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Prezident İlham Əliyevin bu il yanvarın 30-da Macaristana son rəsmi səfər çərçivəsində imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyannamənin əhəmiyyəti xüsusi vurğulanıb. Misir Parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl-Qibali ilə görüşdə də bu barədə danışan Sahibə Qafarova, Misir prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğulayıb. İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatda Avropa İttifaqı Siyasəti Komissiyasının katibi senator Marco Skurianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə isə dost və tərəfdaş ölkələr olan Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Rüstəm Mikayılzadə, Əfsanə Mehdiyeva, AzTV xəbər.